Tramp administrasiyasına yaxın mənbələr dünən axşam bildiriblər ki, İran nüvə sazişi ilə razılaşmasa, sentyabr ayına qədər yox olacaq. Pentagonun sözçüsü Sean Parnell bildirib ki, Birləşmiş Ştatlar və tərəfdaşları regional təhlükəsizliyə sadiq qalır və regionda münaqişəni genişləndirmək istənilən dövlət və ya qruplaşmalara cavab verməyə hər an hazırdır. Rəsmi olaraq etiraf etmək istəməsinə baxmayaraq, İsrail İranla müharibəyə hər an hazırdır. İsrail parlamentinin aparıcı sağçı üzvlərindən biri bildirib ki, razılaşma əldə etmək üçün Prezident Trumpa vaxt verməyə hazırıq. Amma hərbi variant mütləq realdır. Bu masanın üstündədir və qərar qəbul etmə vaxtı yaxınlaşır. İsrail Silahlı Qüvvələrinin yüksək rütbəli mənbəsi İsrailin artıq aktiv terror təhdidləri ilə yaşaya bilməyəcəyini qeyd edib. İran, Həmas və Hizbullaha tədarik marşrutlarını bərpa etmə perspektivi böyük təhlükədir. Donald Trumpın hakimiyyətə gəlməyi Təl-Əvivdə yenidən inam hissini yaratdı. Joe Bidendən fərqli olaraq Donald Trump İran ambisiyalarını cilovlamaq üçün İsrailə qırmızı çizgilər barədə xəbərdarlıq etmir. Xatırladaq ki, İsrail ötən il oktyabrın 26-sında İranın görünməmiş hücumlarına cavab olaraq İranın Suriya, İraq və İranın özündə havadan müdafiə vasitələrinin əksəriyyətini məhv etdi. Eyni zamanda bu zərbələr Tehranın pilotsuz təyyarələr və raketlərlə döyüş başlıqları istehsal etmək qabiliyyətini sarsıtdı.